Bəzən bir kəndin adı bir xalqın yaddaşına çevrilir. Bəzən bir ovuc torpaq, illər keçsə də üzərində axıdılan qanı unutmağa imkan vermir. Ballıqaya da belə ünvanlardan biridir. Bu ad artıq yalnız bir kəndin adı deyil. Bu ad bir gecədə yarımçıq qalan ailələrin, yetim qalan uşaqların, övladını itirən anaların, doğmalarını itirən insanların və heç vaxt sağalmayan yaraların adıdır. 34 il əvvəl 1992-ci il avqustun 27-sindən 28-nə keçən gecə Goranboy rayonunun Ballıqaya kəndi ərazisində müvəqqəti məskunlaşan Azərbaycanlı mülki şəxslər erməni silahlı dəstələrinin hücumuna məruz qaldılar. Həmin gecə 24 nəfər qətlə yetirildi. 9 nəfər isə ağır yaralandı. Qətlə yetirilənlər arasında 6 az yaşlı uşaq vardı. Onlardan ən kiçiyi cəmi 6 aylıq körpə idi. 3 uşaq həmin gecə həm anasını, həm atasını itirdi. 93 yaşlı qadın belə qatil güllələrindən xilas ola bilmədi. Bu döyüş meydanı deyildi. Burada silahını yerə qoymuş əskərlər yox, həyatlarını qorumağa çalışan mülki insanlar vardı. Onlar Laçından didərgin düşmüş, bir yurtdan digərinə sığınaraq özlərinə təhlükəsiz yer axtaran ailələr idi. Amma sığınacaq bildikləri Ballıqaya onların bir çoxu üçün son dayanacaq oldu. Həmin gecə alaçıqların arasında yayılan güllə səsləri yalnız insanların həyatına son qoymadı. Bir ailənin gələcəyini, uşaqların uşaqlığını, valideynlərin ümidlərini də yarımçıq qoydu. Öldürülənlərdən bəzilərinin meyitlərinin yandırılması isə törədilən vəhşiliyin daha bir ağır göstəricisi idi. Bugün 34 il keçib. Amma Ballıqayada zaman dayanıb. 6 aylıq körpənin həyatı başlamadan bitib. Uşaqlar valideynsiz qalıb. Ana-atalar övladlarını torpağa tapşırıb. Bir insan isə bir gecədə 6 ailə üzvünü itirib. Bəzi tarixlər təqvimdə sadəcə rəqəm deyil. Avqustun 28-i də belə tarixlərdəndir. Bu tarix bizə xatırladır ki, müharibənin ən böyük faciəsi statistik rəqəmlər deyil. Hər rəqəmin arxasında bir insan, bir ailə, bir həyat, bir yarımçıq hekayə var. Ballıqaya həmin yarımçıq hekayələrin ünvanıdır. 34 il keçsə də bəzi yaralar sağalmır. Çünki zaman hər şeyi unutdurmur. Bəzən zaman yalnız susmağı öyrədir. Yaddaş isə danışmağa davam edir. Ballıqaya da danışır. Onu eşitmək və unutdurmamaq bizim yaddaş borcumuzdur.